Salam şagirdlər, bu günləri günəşin düşmə bucağına aid məsələlərin izahı olacaq, həmçinin də mövzu izahı. Deməli, günəşin düşmə bucağı hansı enliklər arasında olur, hansı enliklərə 90 dərəcə bucaqla düşür? İlk növbədə bizə topluda və digər müəyyən testlərdə verir ki, günəş hansı ərazilərdə 90 dərəcə bucaqla görünə bilər. 23.5 şimal və 23.5 cənub enlikləri arasında, məsələn, 5 şimal enliyində, 10 cənub enliyində, 20 cənub enliyində günəş 90 dərəcə bucaqla görünə bilər. Yəni, bu iki enliyin arasında günəş 90 dərəcə bucaqla, yəni zenitdə ola bilər. Lakin 30, 35, 40, yəni 23.5-dən böyük ədədlərdə isə günəş 90 dərəcə deyil, ondan kiçik bucaqla görsənəcək. Deməli, burada ən birinci 21 martda günəş ekvator üzərində zenitdə olur. Bu zaman yaz gecə-gündüz bərabərliyi günü baş verir. Daha sonra 3 aya, 22 iyun, 3 aya qədər 23.5 şimal enliyində, yəni gəlir, həmin bu hissədə zenitdə olur. 22 iyun tarixi. Və bu zaman Azərbaycana günəş maksimal bucaqla düşür. Həmin vaxtı şimal 66.5 şimal enliyindən 90 dərəcə şimal enliyinə qədər olan ərazilərdə qütb gündüzləri, əksi olan cənub enliyində, yəni 66.5 cənub və ondan cənubda qalan 90 dərəcə cənub enliyinə qədər olan ərazilərdə qütb gecələri baş verir. Daha sonra günəş 23 sentyabrda yenidən ekvator üzərində zenitdə olur. Ekvator üzərində zenitdə olanda bu zaman payız gecə-gündüz bərabərliyi günü baş verir. Yəni şimal da, cənub da hər ikisi eyni vaxtda işıq və istilik alır. Sonra isə 3 ay sonra 22 dekabr tarixində günəş 23.5 cənub enliyində zenitdə olur. Bu zaman cənub üçün yay fəsli başlayır. Şimalda qış olanda cənubda yay olur və 66.5 cənub enliyindən 90 dərəcə cənub enliyinə qədər qütb gündüzləri müşahidə olunur. Həmin ərazinin əksi olan şimal enliyi, yəni 66.5 şimal, 90 şimal enlikləri arasında isə qütb gecələri müşahidə olunur. Gəlin bu məsələnin həllinə baxaq. Bakıya günəş şüalarının minimum və maksimum düşmə bucaqlarını hesablayın. Deməli, uşaqlar, burada nə edirik? Bilirik ki, Bakıya minimum nə vaxt düşür? 23.5 cənub enliyində zenitdə olanda. Bakı 40 dərəcə şimal enliyində yerləşir, 23.5. Bunlar arasındakı məsafəni tapıb 90 dərəcədən çıxmalıyıq ki, görək neçə dərəcə bucaqla düşür. Tapdıq ki, cavab nə oldu? Bakıya 26.5 dərəcə minimum bucaqla düşür. Maksimum bucaqla düşdükdə isə 23.5 günəş 23.5 şimal enliyində zenitdə olur. Əslində bizim düsturumuz necədir? 90 dərəcə çıxılsın, məntəqə plus minus zenit. Zenit məntəqələri göstəririk və beləcə tapırıq ki, günəşin düşmə bucağı neçədir. Daha fərqli bir məsələyə baxaq. Məsələdə şərtində deyir 30 dərəcə şimal enliyində yerləşən dağın şimala meyli 6 dərəcədir. Dağın bu yamacına qış gündönümü günü günəş şüalarının düşmə bucağını tapın. İlk öncə də sxemi bu şəkildə çəkirik. 30 dərəcə şimal enliyidir və günəşdən 6 dərəcə, yəni uzaqdır. Dağın şimala meyilliyi var. Cənuba meyilliyi olsaydı artıq başqa cür həll olardı. Və bilirik ki, qış gündönümü günü günəş 23.5 cənub enliyində zenitdə olur. İlk öncə tapaq görək 30 dərəcəyə günəş neçə dərəcə bucaqla düşür. Bunu tapan zaman 90-dan çıxırıq məntəqə, üstəgəl 23.5 bərabərdə 36.5. Deməli 30 dərəcə şimal enliyinə 36.5 dərəcə bucaqla düşür. Günəş bizdən aralı olduğu üçün 6 dərəcə aralıdır. Ona görə də 36.5-dən 6 çıxarıq. Yox, əgər bizə desəydi ki, dağın cənuba meyilliyi 6 dərəcədir, o zaman 36.5-in üzərinə 6 gələrdik. Çünki nəyə görə? Günəşə, axı dağın meyilliyi, yamacı günəşə yaxın yerləşir. Ona görə toplayardıq, lakin bu şərtdə çıxırıq. 36.5-dən 6.5-i çıxdıq, cavab nə qaldı? 30,5. Üçüncü məsələdə deyir ki, yaz gecə-gündüz bərabərliyi günü qütb ulduzunun 50 dərəcə bucaqla göründüyü məntəqəyə günəş şüalarının düşmə bucağını tapın. Yaz gecə-gündüz bərabərliyi və payız gecə-gündüz bərabərliyi günü günəş ekvator üzərində zenitdə olur. Və bilirik ki, qütb ulduzu ancaq şimal yarımkürəsində görsənir. Neçə dərəcə bucaqla görsənirsə, həmin enliyin, yəni eyni enlikdə olur. 50 dərəcədirsə 50, 40 dərəcədirsə 40 yazırıq. Deməli, 50 dərəcə şimal enliyinə günəş şüalarının düşmə bucağını tapaq. Düşmə bucağı bərabərdir, 90 dərəcə çıxılsın məntəqə yazırıq və tapırıq ki, deməli, yaz gecə-gündüz bərabərliyi günü 50 dərəcə şimal enliyinə günəş şüaları 40 dərəcə bucaqla düşür.